Bakının 32 kəndi rubrikasında bu dəfəki səfərimiz qədim Binəqədi kəndinədir. Binəqədi haqqında söhbətə başlamazdan əvvəl videonu bəyənib kanalıma abunə olsanız sizə minnətdar olaram. İndi isə qaldığımız yerdən davam edirik. Abşeron yarımadasının şimal-qərbində yerləşən Binəqədi tarixən Bakının Novxanı, Digah, Balaxanı, Biləcəri, Xırdalan və Masazır kəndləri ilə qonşu olub. Qədim Binəqədi kəndi böyüyərək 1936-cı ildə qəsəbə statusu alıb. 1992-ci ildə Sovet dövründə yaradılmış Kirov rayonunun adı dəyişdirilərək Binəqədi rayonu edilib. Hazırda Bakının Binəqədi rayonunun tərkibində eyni adlı qəsəbə ilə birlikdə 4 mikrorayon və 6 qəsəbə var. Binəqədinin ərazisi genişlənsə də, əhalisinin sayı artsa da, biz bugün yaşayış məntəqəsinin tarixi hissəsindən, yəni kənd Binəqədidən danışacağıq. Başlayaq elə Binəqədi kəndinin adından. Bu toponimin mənası ilə bağlı müxtəlif fikirlər var. Bir tezisə görə, Binəqədi sözü dilimizdə qədimlik mənası verən Binəy qədim sözündən yaranıb. Kəndin adının mənası ilə bağlı digər bir tezis isə onun Binə və Qazi sözlərinin birləşməsindən yaranma ehtimalıdır. Kəndin Binəqazi kimi adlandırılmasına bir sıra tarixi mənbələrdə də rast gəlinməkdədir. Hətta Məhəmməd Əmin Rəsulzadə əsrimizin Siyavuşu əsərində Binəqədi kəndinin adını Binəqazi formasında göstərib. Bu deyilişin digər bir forması da Binəqazıdır. Hər kəsə məlumdur ki, Binəqədi kəndinin torpağı neft və qazla zəngindir. Bu tezisə uyğun olaraq ərazinin Binəqazı adlandırılması olduqca məntiqlidir. 13-cü əsrdə yaşamış səyyah Zəkəriyyə Qəzvini əsərlərindən birində yazır ki, Abşeronda iki kənddə, Suraxanıda və Binəqədidə torpağın altından alov dilimləri çıxır. Səyyahın bu fikri kəndin adının Binəqazı sözündən yaranma ehtimalını xeyli qüvvətləndirir. Qeyd edək ki, kənd ərazisində Keyrəki adlı vulkanik bir dağ var ki, Binəqədillər ona indinin özündə də Yanardağ deyirlər. Kəndin adının mənasını bu ərazidə yaşamış qədi tayfalarına bağlayanlar da var. Belə olan halda toponim Binəqədi, yəni qədilərin bina, məskən saldığı yer mənasını verir. Binəqədinin tarixini araşdıran kənd sakini Orxan İsayev isə Binəqədi yaddaşlarda yaşayan tarix adlı əsərində qeyd edir ki, kəndin qədim adlarından biri də Mirzələdi gölünün adı ilə bağlıdır. Binəqədi kəndindəki ilkin məskunlaşma eramızdan əvvələ uzanır. Bunu kənddən aşkarlanmış maddi mədəniyyət nümunələri də təsdiq edir. 1963-cü ildə kənddən tapılmış qadın iskeleti Tunc dövrünə aiddir. Həmin ərazidən 200-ə yaxın maddi mədəniyyət nümunəsi aşkarlanıb.